Bismillahirrahmanirrahim. Salam əziz Zəhra TV izləyiciləri, xoş gördük hər birinizi. Mövzumuz Qurani-Kərimdə xof və huzunla bağlıdır. Qonağımız isə ilahiyyatçı Qurban Cəfərovdur. Müəllim, xoş gəlmisiniz. Selamun aleyküm qardaş, xoş gördük. Müəllim, Həzrət Lut Peyğəmbərə mələklər buyurur, qorxma, huzunlanma. Bu nə anlamdadır? Allahümme salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim və bihi nesta'in innehu xeyru nasirin və mu'in. Və sallallahu ala rasulihil əmin. Rabbi şrahli sadri və yessirli əmri və hlul uqdətən min lisani yefqahu qavli. Və haqqı Fatimə və əbiha və bərliha və bəniha və sirril müstəvdəri fiha. Allahümme salli ala Muhammed və ali Muhammed. Çox sağ olun qardaş. Həm sual üçün, həm xidmət üçün Allah xidmətlərinizi ali dərəcədə qəbul eləsin inşallah. Amin, təşəkkür edirəm. Və Allahın yolunda hər kim, hər növ ilə ki, xidmət eləyir, rəhmət çəkir, Allah zəhmətlərin axirət zəxiləsi qərar versin inşallah. Baxın, bizim bu günlərdəki mövzumuz Qurani-Kərimdə harda huzun və xofdan ki söz açılıb və onlar hansı mənalara ifadə olunur. Bəzi huzunlar və xoflar, yəni mədh olunub ki, biz hissə və hissə qərar qoymuşuq ki, Allahın tövfiq və inayəti ilə onların həm mədh olunanına, yəni tərif olunanına işarə eləyəcəyik. O huzunlar, o qəmlər ki, həm tərif olunur, mədh olunur. O huzunlar və xoflar ki, həm məzəmmət olunur, yəni bəyənilmir, onları işarə eləyəcəyik. Sizin dediyiniz mövzu da həmən Ənkəbut surəsinin 31-ci ayəsindən 35-ci ayəsinə qədər bu mövzu Qurani-Kərimdə bəhs olunur. Çünki Həzrəti Lut Peyğəmbərin qovmuna nazil olan mələklərin gəlişi belə Həzrəti Lutun qəmginliyindən Quran danışır ki, və mələklər Allahın izni ilə Həzrəti Luta təsəlli verirdilər ki, yəni sualımız bundan ibarətdir ki, buradakı xofda məqsəd nədir, huzunda məqsəd nədir? Vaxtımız olduqca biz onların barəsində oxuyacağıq. Baxın, ayə buradan başlayır, bilirsiniz. Həzrəti İbrahim Peyğəmbərlə Həzrəti Lut Peyğəmbər həmzəman yaşayıblar. Aralarında şəhər, yəni məsafə fasiləsi olub, amma eyni zamanda yaşayıblar ki, hətta Həzrəti Lut Peyğəmbərin qovmuna bəla nazil edən mələklər əvvəl Həzrəti İbrahimə nazil olublar. Həzrəti İbrahimə, məsələn, övladın müjdəsini gətiriblər. Biz keçən dəfə yadınızdadırsa, o mövzunun başqa bir hissəsini danışmışdıq. Sara xanım ki, İshaqla Yaqubun ki, müjdəsini gətirmişdi Allah Həzrəti İbrahimə. Sara xanım orada demiş ki, yəni vay olsun da bizim, yəni bu halda deyil ki, övlad dünyaya gətirək. Həmən bu mələklər, bu qissə indi bizim mövzumuz burada məhz Həzrəti Luta deyilən ki, qorxma, hüzunlanma bu mövzu ilə əlaqədərdir ki, o mələklər birinci Həzrəti İbrahimin evinə təşrif buyurublar. Allah birinci Həzrəti İbrahimin evinə göndərib bu mələkləri ki, oradan sonra gəliblər Həzrəti Lut Peyğəmbərin huzuruna. Ki, bu mübarək Ənkəbut surəsi 31-ci ayda Allah-u Teala bu mövzunu buradan başlayır. Yəni, vəhiy buradan Peyğəmbərə nazil olub. Yəni, bu mövzu, bu hissəsi başlayır buradan. Və ləmmə cəət rusuluna İbrahim bil-buşra qalu inna muhliku əhli hazihil qariyə innə əhləhə kanu zalimin. Deyir, bizim mələklərimiz, göndərdiklərimiz o zaman ki, bir müjdənin Həzrət İbrahimin huzuruna gəldilər. Ona övlad müjdəsi verələr. İshaq Peyğəmbərlə Yaqub Peyğəmbərin müjdəsini verələr. Deyir, Həzrət İbrahimə dedilər ki, biz gəlmişik bu şəhrin, məntəqənin o şəhər ki var, həmən o şəhər ki orada Həzrəti Lut yaşayır. O şəhərin cəmaatını həlak eləməyə. Buna görə ki, o şəhərin cəmaatı oranın əhli zülm əhlidirlər, zalimdirlər. Bu müjdəni gətirib həm Həzrət İbrahim Peyğəmbərə verməyə övladın müjdəsin, həm də bu günahkar qovmun məhv olmağın. Bəzi müfəssirlər deyirlər ki, hətta elə müjdədə məqsəd nə övlad müjdəsidir. Tək o deyil. Onunla bərabər eyni halda da o islah olmayan bir cəmiyyətin, qovmun, daha islahata yeri olmayan, fəsaddan əl götürməyən bir cəmiyyətin elə həlak olması da bir müjdə idi. Ki, da fəsad əhlidir, bunlar düzəlmirlər da. Nə qədər Peyğəmbərlər bunlara zəhmət çəkiblər, amma faydası olmuyor. Bəzən deyirlər, elə müjdənin bir mənası Həzrət İbrahimə həm övlad müjdəsidir, həm də o Lut Peyğəmbərin onların əlindən ki, cana yığışıb bizdə deyərlər, təngə gəlib Həzrəti Lut, o Həzrəti Luta əziyyət eləyən o qovmun bəlasının özü də müjdə idi. Çünki o insanların daha islahat yerləri yox idi. Əzqəza bizim mövzumuz, bəhsimiz buradan deyil, başqa bir bəhsidir.
Ki deyir bizim mələklərimiz vələmma caət rusuluna İbrahimə bil buşra qalu inna muhliku ha əhli hazihil qariyə inna əhləhə kanu zalimin. Deyir o zaman ki bizim mələklərimiz, göndərdiklərimiz, elçilərimiz gəldilər Həzrəti İbrahimə müjdə ilə gəlmişdilər. Dedilər biz gəlmişik o şəhərin neyniyək? Əhlin o şəhəri viranə qoyaq. Məhv eləyək, aradan aparaq. Buna görə ki o şəhərin əhli daha zülmdən əl çəkmirlər. İndi bu ayədə Həzrəti İbrahimin dilindən Allah danışır. Qal innə fiyhə lutən. Deyir Həzrəti İbrahim nigaran oldu. Nigarançılığından dedi ki, o məmləkət Həzrəti Lutun məmləkətidir. Ki, qismət olsa biz bu hissəni saxlayarıq verilişin axırı hissələrinə. Ki, hələ təbərrükən gələk ilkin sualın o hissəsinə çataq ki, Həzrəti İbrahim dedi, qal, innə fiyhə lutən. Siz dediyiniz o diyar Lutun məmləkətidir. Yəni, Həzrəti Lutun məmləkətinə bəla gətirmişsiniz. Yəni, sualdan bu çıxır ki, bayaq dediyimiz o məna ki, buna ziddiyyət daşımasına. Ki, yəni, əgər müjdə etsə, niyə Həzrəti İbrahim nigaran olurdu? Yəni, bu, o cür ziddiyyət daşımasın. Müfəssirlərin bəzi sözdür ki, elə bir günahkar cəmiyyətin islah olmayanda, höccət tamamlanandan sonra heç bir islahat və düzələn yeri olmayan cəmiyyətin məhv olması deyil, özü bir müjdə idi. Bu, bəzi müfəssirlərin nəzəridir. Ayə deyir ki, qal, innə fiyhə lutən. Həzrəti İbrahim deyir ki, o Lutun məmləkətidir. Allah Həzrəti İbrahim Peyğəmbərə cavabı bu cür verir. Ki, yəni, sən ki, Həzrəti Nuhun fikrindəsən və Lutun fikrindəsən, qalu, nəhnə a'ləmu bimən fiyhə. Allah Həzrəti İbrahimə cavab verdi ki, yəni, biz bilirik, orada kim var, kim yox. Yəni, o məmləkətə ki, biz bəla gətirmişik, elə düşünülməsin ki, məmləkətin hamısı məhv olacaq. Xeyr, o məmləkətin salihləri qalacaq. O məmləkətdə Həzrəti Lutla həmsəfər olan, alə cəhətindən yoxa, baxın, indi burada bir bəzi mətləblər olacaq ki, biz baxacaq, indi oxuyacam o ayəni. Bəzi adamlar Həzrəti Lutun evinin içidir, evin daxilidir, amma Həzrəti Lutun əhli kimi hesablanmır. Necə Həzrəti Nuhun oğlu? Həzrəti Nuh Peyğəmbərin oğlu idi, amma o su hər yanı öz ağuşuna alanda, bəla gələndə Həzrəti Nuh Peyğəmbərin oğlu nicat tapmadı. Həzrəti Nuh deyəndə ki, Allah bu mənim əhlimdəndir, Allah dedi ki, o sənin əhlindən deyil. Ayə var bu barədə. Buna görə əhlindən deyir ki, Nuh Peyğəmbər Allah deyir ki, ey Nuh, o əməli salih deyil, qeyri əməli salihdir. Buna görə sənin əhlindən hesablanmaz. Peyğəmbərlərin missiyası bu olub və Peyğəmbərlərin üslubunda bu olub ki, Peyğəmbərin əhlindən o adam hesablanar ki, əhli Peyğəmbər sayılar ki, onlar salih olalar. Qeyri-salihlər Peyğəmbər ailəsindən hesab olunmaz. Necə ki, həm bu ayədə, həm Nuh Peyğəmbərin barəsində olan ayədə, ikisində də görürsən, evin əhlin Allah əhlidən hesablamır. Lut Peyğəmbərin qissəsində, Lut Peyğəmbərin xanımından söhbət gedir. Nuh Peyğəmbərin qissəsində də məhz o sərihən gələn ayə oğlundan danışır. Məhz o ki, dağa ki, pənah apar deyə gəmiyə minmədi. O da öz ixtiyarında deyildi ki, minə. Onun o illərlə yaratdığı özün zehniyyətindəki dünya ki var, onu yaratmışdı. O dünya ona nicat verə bilməzdi. Zehniyyətindəki o formalaşdırdığı hüquq var idi. O hüquq eləyə bilməzdi. Ona icazə versin o gəmiyə həmsəfər olsun. Bəzən görürsən, insanlar düşünürlər ki, yəni məsələn, hər nə olandan sonra mən istədiyim vaxt hidayət tapa bilərəm. Xeyr, insan bəzən zehniyyətində bir dünya qurur ki, o dünya səni axirət dünyasına həmsəfər eləyə bilmir. Sən ixtiyarsız ondan asıl olursan artıq. O zehniyyətindəki səni idarə eləyir. Artıq sən onun əsrinə çevrilirsən. İstəsən də belə nə eləyə bilmirsən? Yəni, o addım ata bilmirsən. İnsan o ayənin də bir çox ayələr var bu barədə ki, insan əməllərinin gürovundadır. Yəni, əməl səni formalaşdıra bilir. Elədiyin əməllər, ifadə elədiyin sözlərlə əgər uyğun deyilsə, ifadə elədiyin sözlər səni məqsədə yetirə bilməyəcək. Çünki səndən əməlin gürovundasan, nə sözlərin. Quran sərihən deyir, insan əməlinin gürovundadır. Yəni, nə eləyəcəksən ki, sən nə eləsən səni o formalaşdıracaq. Yəni, bizdə o misal var, deyirlər, bugünün səhərinə zamindir. Düzdür? Dünənimiz bugünümüzə zamindir. İnsanın elədikləri növbəti həyatının addımlanmasında nə edir? İnsana yol açır. Həzrəti İmam Sadiq əleyhissalam deyir,
Günah o şeydir ki, günaha qapı açar. Savab o şeydir ki, yaxşılıq o şeydir ki, yaxşılıq da yaxşılığın qapısını açar. Savab da savabın qapısını açar. Yəni insan sən de ki, mən yaxşılıq eləyəcəm, amma pislik elə, heç vaxt sənə yaxşılığın qapısı açılmayacaq. Diqqət edirsən nə demək istəyirəm? Yəni gərək o yaxşılığı eləyəsən, sən sözünün girovunda yox, əməlinin girovundasan. Düz. Baxın deyir burada Allah deyir: "Qalu nahnu a'lamu bimen fiha." Həzrəti İbrahim peyğəmbərə deyir ki, biz bilirik. Kim nədir? Orada kim var? Yəni bizim hesablamamız çox dəqiqdir. "Lanunajjiyannahu və əhləh." Deyir biz nicat verəcəyik həm Lut peyğəmbərə, həm onun əhlinə. İndi baxın istisnasını vurur. Kimdir o Həzrəti Lut peyğəmbərin əhli? Ki həm Həzrəti Luta Allah deyir biz nicat verəcəyik, həm də onun əhlinə. Deyir "Lanunajjiyannahu və əhləhu illa imra'atahu kanat minel ghabirin." "Lanunajjiyannahu və əhləh." Deyir biz onun həm özünə nicat verəcəyik və həm də o Lut peyğəmbərin əhlinə. "İlla imra'atahu kanat minel ghabirin." O kəsdən başqa ki, o Həzrəti Lutla eyni yerdə qalmayacaq. O pislərin cərgəsində qalacaq. O da Həzrəti Lut peyğəmbərin xanımıdır. İlla imra'atahu kanat minel ghabirin. O iki pislərlə eyni yerdə qaldı, həmən o xanım. O imrası, o xanımı, o zövcəsi gəlib Həzrəti Lutla pis cərgədə olmadı. Baxın, "Lanunajjiyannahu və əhlə." Həzrəti Luta və onun əhlinə nicat verəcəyik. "İllam ra'atahu", yəni onun o xanımından başqa. Yəni mənası budur ki, o xanım evin içində olsa da, Həzrəti Lutla bir həyat bölüşsə də, amma o Həzrəti Lutun əhlindən hesablanmır. Çünki onun zümrəsində yoxdur. Çünki onun cərgəsində yoxdur. Baxmayaraq ki, Həzrəti Lutun evindədir, amma onun cərgəsində deyil. Təhrim surəsində yadıma düşür, biz çəkilişlərdə də bu barədə danışmışdıq, bilmirəm, keçən aylarda mı, hansı bir zamanda. Təhrim surəsində belə Allah Həzrəti Peyğəmbərin ailəsindən danışanda görürsən, bəzi peyğəmbərlərin xanımlarını misal vurur. Lutla Nuh peyğəmbərin xanımı kimi. Buna görə ki, onlar evin əhlindən deyirlər. Həzrət Peyğəmbərin evində xanımı yox idi mi ki, bəyəm Peyğəmbərə əziyyət edirdi. Baxmayaraq Peyğəmbərin evində Peyğəmbərlə həyat yaşayırlar. Amma mövqe deyil. İndiki baxın, ailələrin müşküllərinə bəzən görürsən kişi həqiqətən salih olur və mövqeyi də Allah istəyən mövqeyi olur. Yolu da Allahın istədiyi və tələb elədiyi bir yol olur. Bəzən görürsən xanım bir evdə onunla həyat yaşayırlar. Amma o fikirlərlə, o ideologiyanı, o yolla addımlanır. Baxın, əlbəttə buna həyat deməzlər. Biz istəsək, Quran və əhadisin məntiqinə baxsaq, çıxarış eləsək, buna həyat deməzlər. Bu yaşayış deyil ki. Bu ömür keçirmək deyil, gün keçirmək deyil. Sadəcə bir evin altında qalmaqdır, bir damın altında qalmaqdır. Yaşayış deməzlər ona. Ona həyat deməzlər. Həyat o yerdədir ki, orada dirilik var həqiqətən. Elə həyatın öz mənası ki, ondan ibarətdir, o dirilikdən. Əgər orada doğrudan ruhi dirçəliş yoxdursa, orada insani keyfiyyətlərin belə dirilməsi yoxdursa, ona həyat deməzlər ki. O var ikən yoxluq kimi. O Əleyhisselam deyir, bəzi insanlar diri ikən ölülərdilər. Onların ki, qəlbləri ölüb. Yəni, onlar. Ki, Quran deyir ki, yox, Həzrəti Lutun xanımı da o evin əhlindən hesablanmaz. Buna görə ki, Həzrəti Lutla nə idi? Eyni cərgədə deyildi. Baxın, gəldik biz o sualın həmən o hissəsinə ki, orada Həzrəti Lut niyə narahat olmuşdu? Allah Həzrəti Luta demişdi ki, neynə? Yəni, nigaran olmayasan. Biz, yəni sənə nicat verəcəyik. Deyir, vələmma əncaət rusuluna Lutən siyə bihim və daqə bihim zərən. Qalu, la təxaf və la təhzən. Deyir, onlar bizim o xəbər gətirənlərimiz gəldilər Həzrəti Lutun evinə. Mən əvvəldən oxudum ki, bu mövzu biraz daha geniş olsun. İndi bu Həzrəti İbrahimin evindən gələnlər deyir, vələmma əncaət rusuluna Lutən siyə bihim və daqə bihim zərən. Qalu,
La təxaf və la təhzən. Gəldilər bizim deyir mələklərimiz, göndərdiklərimiz, nümayəndələrimiz Həzrəti Lutun evinə. Deyir, Həzrəti Lut bunları görməkdən narahat oldu. Narahatçılıq nə idi burada görəsən Həzrəti Lutun? Həzrəti Lutun narahatçılığı budur ki, gözəl simalı gənclər gəlmişdi ki, mələikə ki, o simada gəlmişdi. Bu cəmiyyətdə ki, bu xilaf iş Həzrəti Lutun dövründə ki, vüsət tapmışdı. Deyirdi, mənim evimdə bunların olmağı birdən abrıma xələl gələr. Çünki tanımırdı kimlərdir. Yəni Allah icazə verməmişdi Həzrəti Lut onları tanısın. Bundan narahat idi ki, bu gənclər gəlib birdən bu xilaf iş üçün evimə gələrlər, abrımın getməsinə səbəb olar, bu söz aylar. Deyir ki, mələklər və qalu dedilər, la təxaf və la təhzən. Qorxma, hüzünlanma. Yəni o mələklərin dilindən ifadə ki, Allah dedi ki, mələklərə deyin ki, Həzrəti Luta, qorxma, hüzünlanma. Biz bura bir məqsədə gəlmişik. Nədir o məqsəd? İnna munəccukə və əhləkə illə əmrəətəkə kanət minəl qabirin. Qorxmayasan, hüzünlanmayasan, qəm yemə, nigaran olma Həzrəti Lut. Biz kimik? İnna munəccuk və əhləkə illə əmrəətəkə kanət minəl qabirin. Biz gəlmişik sənin o məmləkətinin əhlinə neyniyək? Bəla verək. Yəni bu əhlə, sənin əhlinə və sənə nicat verəcəyik. Amma xanımından başqa ki, o səndən həmsəfər olmadı. O səndən ayrıldı pislərin cərgəsində. Bəlaya layiq olanların cərgəsində qaldı. Yəni biz buna gəlmişik, qorxmayasan. Sənə də nicat verəcəyik, sənin əhlinə də nicat verəcəyik. İlla bu iki sənin xanımından başqa. O səndən bir evdə həyat yaşamadı. Əksinə səni nigaran elədi. İnna munziluna ala əhli hazihil qaryəti riczən minəs-səmai bima kanu yafsuqun. Özdən yəni bizdir, nazil olmuşuq, gəlmişik bu şəhərin əhlinə neyniyək? Onların elədikləri günahlar müqabilində bəla nazil eləyək. Buna görə ki, onlar yer üzündə fasiqdirlər. Yəni bu fisqindən, günahından əl çəkmirlər. Hər nə desən eləyirlər bunlar. Yəni o qədər ki, bəzən Quranda bu bəla ayələrin danışılanda mümkündür izləyicilərdə bu sual meydana gələr ki, görəsən elə Allah bir hökm göndərdi, insanlar o hökmə riayət eləmədiyi təqdirdə dərhal mı bəla göndərdi? Xeyr, bunlar bilirsən nə qədər bu qissələrdən qabaq, nə qədər Allah insanlara hüccət tamamlayıb, nə qədər peyğəmbərlər onlara əhv eləyib, hər dövrdə olan peyğəmbər. Yəni bütün şəraitləri yaradıb. Həzrəti Musanın baxın qissəsinə doğrudan çox insanın ürəyin ağladan bir qissədir. Nə qədər Həzrəti Musa bunlara şərait yaratsın. Daha bunlar İslah olmaq istəmədilər. Allah bəlanı göndərdi, neynədi? Fironla bərabər onlar da suda məhv oldular da. Niyə də bunların düzəlmə ehtimalı yox idi da. Bunlar deyir, mələklər deyir, biz gəlmişik bu şəhərin əhlini neynəyək? Bəla nazil eləyək, buna görə ki, onlar yer üzündə çox fəsad törətdilər. Fisklərinə görə. Və ləqəd tərəkna minha ayətən bəyyinətən liqavmin yəqilun. Allah mütəala deyir ki, baxın, ağıl sahibləri üçün əslində bu qissədə neynəmişik? Böyük ibrətlər qoymuşuq. Ağıl sahibləri düşünsə, burada çox mühüm dəlillər var. Bəyinə var, nişanə var burada. Otursun insan düşünsün, görər Həzrəti Lutun ümmətinə gələn bəla, Həzrəti Nuhun ümmətinə gələn bəla, Həzrəti Musanın ümmətinə gələn bəla, o əməllərin müqabilindədirsə, insan həmən o bəlanı mütləq həyatında neynəsin, gözləsin. Bu hadisədə Həzrəti İbrahimin də halında nigarançılıq var. Bəli, bəli. Bu nə anlamda şiir? Baxın qardaşım, elə biz o ayəni ki oxuduq, qısasını deyim ki, deyir, baxın, vələmmə caət rusuluna İbrahimə bil buşra, deyir, o zaman ki o mələklər müjdə gətirdilər Həzrəti İbrahimə, qalu inna muhliku hazə, muhliku əhli hazəhil qariyə. Deyir, dedi ki, biz gəlmişik həmən o məmləkətin, cəmaatın həlak eləməyə. Dərhal dedi, inna əhliha kanu zalimin, ki, buna görə ki, onlar zalimdilər. Həzrət İbrahimin dilindən gələn ayə ki, bəyə oxuduq. Qal, innə fiyha lutən. Dərhal bu söz əslində nigarançılıq sözü idi, nə mənada? Həzrət İbrahim Peyğəmbərin nigarançılığı bu idi ki, Allah görən o bəlaya, məmləkətə gələn bəla, mənim qardaşım Lutada gələcəkmi? O, onun bir qardaşlıq məhəbbəti idi. Onun bir insanlıq məhəbbəti idi. Ki, yəni bu bəla ki, gəlir, görən Allah mənim deyir, bir növ mələklərə deməklə özünün Həzrət İbrahim istəyirdi özün
yaxşılara ürək yandıranların cərgəsində olduğunu sabit eləyə. Ki Allah, yəni sən Həzrəti Lutun ümmətinə bəla göndərmisən, Allah, qardaşım Lut da oradadır. Bu demək deyil ki, Allah bilmir. Allah da cavabında deyir, biz hər şeyi dəqiq hesablamışıq. Bilirik, hər şeydən agahıq, xəbərimiz var, orada kim var, kim yox. Nigaran olmayasan, orada kimə bəla vermək lazım olduğu biz daha yaxşı bilirik. Həzrət İbrahim də istəyir, amma özün o qardaşlığa can yandıran, ürək ağrıdan və o yaxşıların bəladan amanda qalmağın istəyən insanların cərgəsində özünü göstərər. Görürsən, insan bir yaxını barəsində bir hadisə eşidir, pis olur. İstəyər ki, əlindən gələn qədər onu neynəsin, çalışsın, ona dəyən bəlaları ondan uzaq eləsin. Çünki ürəyə yanır axı, istəmir axı. Əzəmətli peyğəmbər, iki böyük şəxsiyyət, əlbəttə bunlar da bir-birinə can yandırmalıdır. Özdə zaten bəlaya, əzaba layiq deyil Həzrəti Lut peyğəmbər, amma Həzrəti İbrahim də o yaxşıların cərgəsində olmağı neynir? Görsətməlidir bu mövzusunu. Ona görə nigarançılığı bir ki, Allah, mənim qardaşım Lut da oradadır. Yəni o şəhəri Allah cavabına deyir ki, İbrahim, nigaran olmayasan da, yəni o şəhərdə kimlər əzaba layiqdirsə onlara verəcəyik. Mən təşəkkür edirik. Çox sağ olun, minnətdarıq. Allah razı olsun qardaş, təşəkkür edirəm mən də. Var olasınız. Əziz izləyicilər, xatırladaq ki, bugünkü qonağımız ilahiyyatçı Qurban Cəfərovdur. Növbəti verilişlərimizdə görüşənədək Allaha əmanət olun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.